2023-cü ildə qəbul imtahanında istifadə olunan növbəti suala baxırıq. Deməli 17-ci sualda nə deyir? Budaq cümləsi qeyri-müəyyən şəxslə cümlə olan tabeli mürəkkəb cümlə hansıdır? Gəlin baxaq. Onlar özlərini sakit göstərməyə çalışsalar da, uşaqlar baxın. Sa plus da. Sa plus da. Sa plus belə. Bunda hər zaman birinci budaq cümlə gələcək. Eləmi? Sonra baş cümlə gələcək. Burada nə istəyir məndən? Budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir olsun deyir. Budaq cümlə hansı tərəf oldu? Birinci tərəf. Onların özlərini göstərməyə çalışsalar da. Eləmi? Səhərə qədər yata bilmədilər. Kim? Onlar. Əslində burada baş cümlə. Tabeli mürəkkəb cümlənin baş cümləsi qeyri-müəyyən şəxsli cümlədir. Bu getdi. Ağsaqqala danışırdılar ki, demək ki var, eləmi? Bilirəm ki, artıq birinci baş, sonra budaq gəlir. Ki'nin birinci budaq gələn versiyası da var, ona toxunacağam. Deməli, dostum düşünürdü ki, onu hələ çox danlayacaqlar. Burada da baş gəlir, sonra budaq gəlir. Deyirlər, intonasiyadan da əgər Ki'ni artıra bilirsənsə, deməli, burada nə olacaq? Birinci baş, sonra budaq gələcək. Evə gəlmişdim ki, yenicə evə gəlmişdim ki, indicə evə gəlmişdim ki, işıqları söndürdülər. Uşaqlar, yenicə, indicə, təzəcə sözləri varsa və yaxud da özüm bərpa edə bilirəmsə, ki olmasına rəğmən birinci budaq cümlə gəlir, sonra baş cümlə gəlir. Tamam mı? Demək, ki'nin olduğu variantlarda 90% birinci baş, sonra budaq gəlir. Burada qeyd etdiyim kimi, bir dənə bu məsələ var ki, evə gəlmişdim ki, yenicə evə çatdım ki, bu tipli cümlələrdə birinci budaq, sonra baş gəlir. Deməli, uşaqlar, indi gəlin baxaq. Budaq, sonra baş gəldi. Bizdən nə istəyir? Budaq cümlə. Evə gəlmişdim. Burada qeyri-müəyyən şəxsli cümlə deyil. Sonra Elçin sabah gələcək. Burada budaq cümlə budur. Eləmi? Burada da qeyri-müəyyən şəxsli cümlə deyil. Dostum düşünürdü ki, onu hələ çox danlayacaqlar. Baxın, onu hələ çox danlayacaqlar. Kim? Onlar. Budaq cümlə ikinci tərəfdirmi? Qeyri-müəyyən şəxsli cümlədirmi? Bəli. Cavab olacaq C variantı. B-də ağsaqqala danışırdılar ki. Danışırdılar ki, burada əslində heç qeyri-müəyyən şəxsli cümlə deyil. Çünki mübtədası var. Ağsaqqallar. Ümumiyyətlə, bunun nə başı, nə budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədən ibarət deyil. Bu da getdi. Burada da dediyimiz kimi budaq yox, baş cümlə qeyri-müəyyən şəxsli cümlədən ibarət oldu. Ona görə cavab burada nə olacaq? C variantı.